Salam xanımlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizin üçün resept paylaşıram. Deməli, bunun üçün mən 500 qram unun içərisinə stəkanla ölçdükdə hardasa 4 stəkan unun içərisinə 1 xörək qaşığı razyana, 1 xörək qaşığı üyüdülmüş cirə, mən 1 çay qaşığı sarı kök əlavə edəcəm. Zövqə görə sarı kökü artıra bilərsiniz və 1 xörək qaşığı duz əlavə edəcəm. Cirə üyüdülmüşdür. Razyanan da indi üyüdəcəm. Kafemoyka da üyüdəcəm. Daha sonra əlavə edəcəm. Belə əlavə etmək olmaz. Keçək işliyin hazırlanmasına. Əlavə olaraq da 100 qram yağ götürəcəm. İndi isə bunları qarışdırım. Götürdüyümüz bütün ədviyyatları onun içərisinə əlavə edirəm. Üzərindən də 100 qram yağ əlavə edirəm. Əlimlə ürü hazırlayıram. Ürü gördüyünüz formada olmalıdır. Sıxdığımız zaman bərkiməlidir. Daha sonra tavanı qoyuram qazın üzərinə. Orta ateşdə ürünü içərisinə əlavə edirəm. 6-7 dəqiqə qovururam. İçliyimiz hazır olur. Çox dadlı, ləzzətli içliyi alınır. Burada qeyd etmək istəyirəm ki, içliyin içərisinə duz əlavə edərkən narın duz əlavə edin. Gördüyünüz formada olduqda artıq demək olar ki, bizim içliyimiz hazırdır. Götürüb istədiyiniz kimi soyduqdan sonra bankaya yığıb soyuducuda uzun müddət saxlaya bilərsiniz. Çox dadlı, ləzzətli içliyi alınır. Mütləq bu üsulla hazırlayın. Bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın.